Əziz müəllimlər və abituriyentlər, sizləri mən Kurikum və tarix müəllimi Qaraya İşmət bu günlərim sizlərlə dərs 2 olan qədim Mesopotamiya mövzusuna diqqət yetirəcəyik. İlk öncə 077 570 90 66 və Kurikum altdan xətt tarix, altdan xətt tədrisi Instagram vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz bütöv şəkildə YouTube kanalında yerləşdirir və qısa videolar şəklində isə Instagramda mövcuddur. İlk öncə başlayaq dərsimizə. Mesopotamiya, Yunanca iki çay arası deməkdir. Hansı çaylar nəzərdə tutulur? Dəclə və Fərat çayları hesab olunur. Fərat çayı aşağıdakı çaydır. Bu xəritədə göstərilən. Demək olar ki, Dəclə çayı isə yuxarıdakı çay hesab olunur və Aralıq dənizinin şərq hissəsi də Mesopotamiyaya daxildir. Əvvəlcə bunların yerli sakini olunub. Xeyr, başqa yerdən gəlib. Yəni hardan? Türklərin ana vətəni olan Mərkəzi Asiya və Altay dağlarından. 7-ci, 6-cı minillikdə ilk öncə gələndə şimalında məskunlaşıblar, daha sonra isə cənubuna, yəni 6-cı minillikdə cənubuna doğru da hərəkət etmişlər. Gəlməmişdən qabaq buranın o qədər də münbit ərazi deyildi. Şumerlər gələndən sonra buranı inkişaf elətdirməyə başlayıb. Nələrin yaradıcıları olurlar həmin bu Şumerlər, ilk yazılı qanunlar, xəritələr, dövlət, təkər, bunları haqqında geniş danışacağıq. Daha sonra isə buranı bərəkətli Aypara da adlandırırıq. Aypara formasındadır, çünki həmin torpaqlar münbit torpaqlar hesab olunur. Daha sonra isə Mesopotamiyanın təbii mühitinin mənfi cəhətləri var ki, yəni müdafiə üçün təbii maneələrin olmaması, düzənli ərazi olduğu üçün qonşu tayfaları tərəfindən heç bir müdafiə maneəsi yoxdur. Təbii ehtiyatların tikinti zəruri materialların məhdud olması, heç bir belə deyim də tikinti materialı da zəif burada olubdur. Həmin bu tikinti materiallarda ağacdır və yaxud da başqa bir məmulatlardır. Ancaq demək olar ki, çay daşqınları olurdu. Məsələn, quraqlıqdan sonra baş verən çay daşqınları nəticəsində çaylar geri çəkilərkən, sular geri çəkilərkən ərazisində gil torpaq var idi. O da münbitləşməyə daha doğru müsbət təsir eləyirdi. İki çay arasına gəldikdən sonra Şumerlər həmin əməyin nəticəsində səhralıq və susuz çöllər əkin otlaq sahələrə çevirir. Yaşayış üçün əlverişli, münbitli olacaqdı bütün torpaqlar. Tarixdə ilk dəfə bunlar duluz çarxının yaradıcısı olub. Nə vaxtdır duluz çarxı? 4-cü minillikdə. Duluz çarxı əsasında isə təkəri ixtira ediblər. Təkəri daha çox, məsələn, arabalar düzəltilər həmin təkərlər əsasında bütün əşyaları uzaq məsafəyə daşımaq üçün istifadə ediblər. Daha sonra isə 4-cü minilliyin əvvəlində misi yaradıblar. 4-cü minilliyin ikinci yarısında isə, yəni ortalarından sonra isə tuncu əldə ediblər. Həmin tuncu əsasında isə belə deyim, bir çox məlumatlar hazırlayıblar. Qəlblərə töküblər, lehimləmə üsulu var ki, yəni qəlb bir-birinə yapışdırmaq üçün istifadə olunurdu. Daha sonra isə burada əkinçilik, maldarlıq, evləri çay kənarında çiy kərpicdən tikirdilər. Xurma ağaclarından istifadə olunmurdu demək olar ki, ancaq onların yarpaqlarından başörtüyü kimi, çünki onlar günün qızmar vaxtında işləmirdilər daha doğrusu. Çünki ərazi düzən idi, gün birbaşa tarlaya vururdu. İşləyəndə də həmin bu xurma ağaclarının yarpaqlarına başörtüyü kimi, çəyirdəklərini isə köz kimi istifadə edirlər. Qalan heç bir vasitə kimi istifadə olmurdu bu ağaclardan. Mübadilə edirdilər, bir-birlər təsərrüfat sahələrinə daha çox önəm yetirirdilər. Daha sonra isə mədəniyyətləri təbii ki, qonşu ölkələrdən mübadilə edilməsi nəticəsində mübadilədə ticarət önəm kəsb edirdi. Bu da mədəniyyətlərini aşılayırdılar. Bunların mədəniyyətlərini daha sonra mənimsəyiblər. Kimlər? Aşur, Finikiya, Yahudilər mənimsəmişlər. Maddi və mənəvi nailiyyətlərini. Şumerlərdə məhsullarının artmasına nələr səbəb olurdu? Şumerlərdə məhsullarının artmasına işin düzgün təşkili, əmək alətlərinin təkmilləşdirilməsi, birgə və şuurlu fəaliyyət. Əsasən burada Erkən Şumer cəmiyyətində qədim qəbilə və tayfa yüksək şuur, əməksevərlik, yəni önə çıxan adamlar kimləri idi? Baş işləyən adamlar, yəni elmə sahibi olan adamlar, daha sonra isə iş qabiliyyəti olan adamlar, bunlar xalq toplantısında başçı çevrilirdi. Daha sonra isə kahinlər tərəfindən sonra meydana gəlməyə başladı. Kahinlər meydana gəlməyə başladı və dövlətin başında əsasən kimlər duracaqdı? Demək olar ki, kahinlər duracaq. 4-cü minillikdə Şumer şəhər dövlətləri demirik, şəhərləri yaranmağa başladı. Birinci şəhər yaranır, sonra şəhər dövləti yaranmağa başlayır. Tarixdə ilk şəhər də hesab olunur. Hara? Eredunu misal gətiririk. Bu Şumer şəhər
belə deyim də, şəhərlərinin xüsusiyyətləri vardı. Hansı xüsusiyyətləri hesab olunurdu? Qala divarları ilə əhatə olmuşdu. Təbii ki, düşməndən qorunmaq üçün müdafiə qüllələri var idi. Sənətkarlıq, ticarət, əvvəllər məbəd kahinləri tərəfindən idarə olunurdu həmin. Suvarma sistemi var idi və teokratiya qaydaları əsasında idarə olunurdu. Bunu Azərbaycan dövlətlərindən hansını misal gətirmək olar? Məsələn, Səfəvləri. Teokratiya nə deməkdir? Dini əsaslarla idarə olunan və yaxud dedik elə, dövlətin başında kim dururdu? Kahin və en rütbəsi daşıyırdı. Daha sonra isə biz nəyə misal gətirəcəyik? Şumer şəhər dövlətlərinin yaranması. Əvvəlcə birinci şəhərlər, sonra şəhər dövlətlərinə çevrilməyə başlayır. Bu da 4-cü minilliyin sonu, 3-cü minilliyin əvvəllərindən etibarən bir çox ilk eredudur. Daha sonra isə başqalarını misal gətiririk. Ur, Uruq, məsələn, Kiş, Nippur, Laqaş, Umma kimi şəhərlərini və şəhər dövlətlərini misal gətiririk. Şəhər dövlətlərinin özlərinin xüsusiyyətləri var idi. Məsələn, Şumer sivilizasiyasının əsas göstəricisidir. Sivilizasiya nə deməkdir? Sivilizasiya yüksəliş deməkdir. Deməli, buradan başlayır yüksəliş. Hər bir şəhər və özünü nəzarət edən şəhər dövləti var idi. Öz tanrıları var idi. Məsələn, hər bir tanrının şərəfinə də zikkuratlar ucaldılırdı. Zikkuratlar haqqında danışacağıq birazdan. Və tacirlər quru yolu ilə Araq dənizinin şərq sahillərindən əlaqə saxlayırdılar. Yəni, Araq dənizi ölkələrindən əlaqə saxlayırdılar. Dəniz vasitəsilə də Hindistana hətta gedib çıxırdılar. Daha sonra isə eyni mədəniyyətə sahib olsalar da hər birinin öz şəhər dövlətlərinin, hər birinin hökmdarı, kahini, qanunu, məhkəməsi, ordusu var idi. Xalqın təyin etdiyi ağsaqqallar və başçı sayılan en rütbəsi. Deməli, başda kim dururdu? En dururdu. Daha sonra mühüm vəzifələri əldə etmək üçün, məsələn, suvarma, məbəd işləri buna uyğun ensi rütbəsi yaranır. En başqadır, en başqadır. Bunu yadda saxlayın. Daha sonra isə hərbi başçı var idi, o da Luqal adlanırdı. Məsələn, bu müharibə zamanı ordunun başında dururdu, həmin bu Luqal. Müharibə zamanı ordunun başında durur, ancaq zaman keçdikcə bu Luqallar hakimiyyəti ələ keçirməyə başlayırlar, möhkəmlənirdilər. Ancaq Şumer şəhər dövlətlərinin heç biri, belə deyim, Şumerləri birləşdirə bilmədi. Bunlardan kim birləşdirəcək? Sarqon birləşdirəcək. Daha sonra şəhər dövlətləri arasında müharibələr onların zəifləməsinə bütünlüklə səbəb oldu. Bunların arasından kim çıxacaq ortaya? Sarqon çıxacaqdı. Həmin bu Sarqon Akkad hökmdarıdır və dünyanın İnç imperiyası adlanır. 24-cü əsrdə Akkad imperiyası yarandı. 24-cü əsrin sonunda. Bax, əvvəli sonu, ortası, bunu da yadımızda saxlayın. 24-cü əsrin sonunda Akkad imperiyası yarandı. Dünyanın ilk imperiyası hesab olunur. Ta ki 22-ci əsrin əvvəlinə kimi. Həmin bu Şumer şəhər dövlətlərinə gəldi. Bu Sarqon işğal elədi. Bu birinci Sarqonda, ikinci Sarqon demirik buna. Mesopotamiyanın şimalı və cənubunu nəzarət altına aldı. Daha sonra isə həmin bu Şumerdə, Mesopotamiyada ilk dəfə vahid dövlətdə birləşdi. Artıq Mesopotamiya şəhərlərinin demək olar ki, şimalından cənubundan vardı bu Sarqon birləşdirəcəkdi. Daha sonra zaman keçdikcə isə Akkad dövləti daxili münaqişə, fasiləsiz işğalçı müharibələr, quraqlıq səbəbindən tənəzzülə uğramağa başlayır. Bundan istifadə edən Kutilər 22-ci əsrin əvvəlində bura yürüş eləyirlər. Gəlirlər, Akkadları süquta uğradılar. 22-ci əsrin əvvəli. Akkadları süquta uğradılar. Tayfa olaraq qalır, dövlət olaraq süquta uğrayır. 22-ci əsrdə əsasən Mesopotamiyanın hücumlarının nəticəsində Kutilər Mesopotamiyanı işğal elədilər. Akkad süqut elədi. Həmin Kutilər Mesopotamiyanı bir əsrə qədər hakimiyyətdə saxladı. 22-ci əsrin əvvəlindən 22-ci əsrin ta ki sonuna kimi. Mesopotamiyada Kutilərin dövründə nisbətən sabitlik yarandı. Burada elə çox keçən səfər Azərbaycan tarixi dərsində izah edərkən onu demişdik. Gəldilər elə çox dəyişiklik eləmədilər dövlətdə. Məsələn, mən gəlmişəm, Akkadların arasını tutmuşam, ancaq Şumer və Akkad canişinləri qoyuram oranı idarə eləsin. Ona görə də dövləti onlar talan edəcək, belə deyim, yastığın altına baş qoyacaqdı, deyəcək ki, bəs belə-belə. Bunların altından su yeridəcək, ən qısa sözlə desək. Buna görə də həmin bu Kutilər çox qala bilmədilər, 100 ilə yaxın hakimiyyətdə oldular. Daha sonra isə Kutilərdə öz süqutu gəlib çatır. Şumer cəmiyyətində sosial təbəqələrə baxacağıq. 4 dənə təbəqə mövzu olur. Birinci təbəqədə ən yüksək təbəqə hesab olunur. Hökmdar, torpaq sahibi, kahin. İkinci təbəqə tacir, üçüncü təbəqə əkinçi, daha sonra əkinçilər də ümumən bunlar mühüm hissə təşkil edirdi və dördüncü təbəqə isə qullar hesab olunacaq. Türklərin tarixində qadınlara
İlk dəfə bərabər hüquqlu verənlər kimlər olub? Elə Şumerləri misal gətirir. Qadınlarla kişilərə bərabər hüquqlar verib. Deməli, bir çox qonşu xalqlardan fərqli olaraq bir çox hüquqlara malik oldu. Məsələn, yüksək təbəqənin qadınları hətta oxumaq, yazmaq, kahin, məmur ola bilərdilər. Bunu yadımızda saxlayırıq, testlərimizə düşür. Gəlin indi Şumer mədəniyyətindən bəhs eləyək. Tuncu alətlər düzəltmişlər. Deməli, Tuncu nə vaxt kəşf elədilər? 4-cü minilliyin ikinci yarısı və yaxud da ortalarından sonra deyə bilərik. Təkər ixtira elədilər. Duluz çarxı, memarlıqda tağ usullu sütunlar. Bunu məsələn Roma ilə də oxşayacaq götürmək olar. Bunu yadımızda saxlayırıq. İş yazı mədəniyyətini yaradanlardan biri hesab olunur. İş yazı Misirdə olduğu kimi piktografik yazı hesab olunurdu. Bu da 4-cü minillikdə yaranıb. Daha sonra isə Mixi yazı burada kəşf olunubdur. Mixi yazı isə mismar formasında olduğu üçün bunu Mixi adlandırırıq. 3-cü minilliyin əvvəlində yaranıbdır. İlk öncə 4-cü minillikdə Uruq şəhərində yazı meydana gəldi. Bunu da yadımıza saxlayırıq. Yazını aləti kimi qamış qələmdən istifadə edib gil lövhələr üzərində yazırdılar. Şumerlər yazıdan ilk növbəcə istifadə edirdi və başqa dövlətlərin qeydiyyatını aparmaq üçün istifadə edirdilər. Əsasən, bacarıqlı riyaziyyatçılar hesab olunurdu. Çünki 60-lıq sistemi yaratmışdı. Bunu yadımıza onluğu kim yaratmışdı? Onluğu hesablama sistemini Misirlər yaratmışdı. İlk dəfə saatı 60 dəqiqəyə bölmüşdü. Kimlər? Şumerlər. Dairəni 360 dərəcəyə bölürdülər və astronomiya sahəsində müəyyən yenilikləri misal gətirə bilərik. Ulduzları bürclərə ayırırdılar. Bürclərin qrafikini tərtib edirdilər. Nələri? Ulduzları bürclərə ayırır, bürclərin qrafikini tərtib edir. 3-cü minillikdə gil lövhədən ilk məlum xəritələr, deməli ilk məlum xəritələr neçənci minillikdə oldu? 3-cü minillik oldu. Bunu yadımıza saxlayırıq. Ay, günəş ilinə əsaslanan təqvim, deməli Misirlərlə bərabər, həm də Şumerlərdə təqvim yaratmışdır. Bunu yadımıza saxlayırıq. İli aylara bölüb, günəş ay tutulmasının vaxtını əvvəlcədən müəyyən edə bilirdilər. Gəldi idi təhsil sisteminə. Təhsil sistemində Şumer məktəblərinin səciyyəvi xüsusiyyətləri var idi. Bütün Şumer şəhər dövlətlərində var idi həmin məktəblər. Ödənişli olduğu üçün yalnız kimlər gedirdi? Varlı ailələrdən oğlanlar gedirdi. Sərt nizam, intisam var idi burada. Məktəbin atası burada direktor, yəni adlanan şəxs başçılıq edirdi. Müasir dildə desək direktor da təbii ki. Şagirdlər isə məktəbin oğulları adlanırdı. Yazıb, oxuyub, hesablama sistemindən sonra məşğul oldular. Dərslərdə divar lövhələrdən istifadə edirdilər. Daha sonra isə lehmləməni bayaq dedik, qəlib töhmə kimi yadımıza saxladıq və möhürlər. Möhürlər Misir, Hindistan, məsələn, Şumer, oxşar cəhət kimi götürə bilərik. Daha sonra isə Gilgameş dastanları. Nədir bu Gilgameş dastanları? 3-cü minillikdə yaranıb, dünyanın su basmasından bəhs olunur. Gilgameş dastanları 3-cü minillikdə yaranıb, amma 2-ci minillikdə Hurri-Het dillərində tərcümə olunmuşdur. Daha sonra isə biz nəyə misal gətirəcəyik? Burada Şumerlərin dini görüşlərinə baxırıq. Çox tanrılı sistem olubdur burada. Daha sonra isə 3 tanrı olubdur. Göy tanrısı, yer, yeraltı tanrılarına ayırdılar. Baş tanrı isə burada An adlanırdı. Misirdə necə adlandı? Amon adlandı. Daha sonra isə hətta Arattada olduğu kimi əsas ilahi bərəkət və məhəbbət tanrısı olan İnannaya sitayiş edirdilər. Bunu da Aratda ilə oxşayacaq götürə bilərsiniz. Daha sonra isə həmin bayaq dediyimiz kimi dedik günortalar isti olduğuna görə gecələr işləyirdilər. Ona görə də ay tanrısına da, ay işığına da xüsusi məhəbbət bəsləyirdilər bunlar. Baş tanrı hesab olunur. Daha sonra çiy kərpicdən istifadə olunurdu. Məbəd saraylar tikildilər və gəldik zikuratlara. Nədir zikuratlar? Zikuratlar burada şəkildə göstərildiyi kimi 3, 5, 7 pillədən ibarət olurdu. Ən hündür tikili hesab olunurdu şəhərdə və yuxarı mərtəbəsi özü belə deyim də ibadətxana kimi, ancaq yuxarı mərtəbəsi rəsədxana kimi istifadə olunurdu. Və müxtəlif pillələrdə, məsələn, ilk 2 mərtəbəsi qara rəngdə olurdu. Bu da yeraltı tanrı bildirirdi. Daha sonra 3-cü mərtəbəsi qırmızı, bu da torbağı bildirirdi. Yuxarı mərtəbəsi göy səmanı bildirirdi və ən yuxarı dam hissəsi qızılı günəşi təsvir eləyirdi. Bunları yadımızda saxladıq. Dünyanın iş yaradıcılarından, belə sivilizasiyanın yaradıcılarından biri hesab olunur, Şumer xalqları. Gəlin bir də təkrara qayıdaq. Məsələn, Akkadlar yarandı 24-cü əsrin sonu.
Akkadlar mövcud oldu 22-ci əsrin əvvəlinə kimi, sonra gəldi Şumerlər buranı tutdular. Bunu yadımızda saxlayırıq. Məsələn, Dəcilə Fərat çayları arasında yerləşirdi. Amma Şumerlər özləri bir dövlət qura bilmədilər. Ancaq şəhər dövləti olaraq qaldılar. Gəldi buranı kim? Sarqon birləşdirəcəkdi. Və əsas bunu yadımızda saxlayırıq. Daha sonra Şumerlərdə daha çox Kutilər gəldi, buranı tutdu, uzun müddət qala bilmədi. Çünki Şumer və Akkad sərnişinləri tərəfindən idarə olunurdu. Daha sonra işnələrin yaradıcıları hesab olunur, iş məlum xəritələrinin, onluq sayı sisteminin, daha sonra isə təkərin, duluz çarxının yaradıcıları hesab olunur. Bunları yadımızda saxlayırıq. Ay günəş tutulmasının təsvirini vermişdilər. Zikuratlar var idi 3-cü minillikdə, Giqamə İştəslanı 3-cü minillikdə. Daha sonra bərəkətli aypara deyirlər ərazinin münbit olmasına görə. Ondan sonra Şumerlər bura gəlmişlər 7-ci, 6-cı minillikdə. Bu kimi məlumatları yadınızda saxlaya bilərsiniz dərsimiz. Bu qədər. İnşallah ki, bundan sonraki dərslərə baxmaq üçün YouTube kanalımıza abunə olun.